Salam, bu videoda 6-cı sinif monitoring tapşırıqlarına baxaq. Aşağıda verilmiş cədvəllərdən hansında x və y arasında düz mütənasiblik asıllıq var? Bunun üçün düz mütənasiblik düsturundan istifadə etməliyik. Yəni, k bərabərdir, y bölünsün, x düsturundan istifadə etməliyik. Bu zaman y-in deməli olduğu yerdən -2, x-in istiqamətdə olan ədəd də -1-dir. O zaman ədədləri yerinə qoyuruq. Yəni, y-in qiyməti ilə x-in qiymətini görüb yerinə qoyuruq. -2-ni -1-ə bölürük, bu da eləyir 2. Növbəti y-in qiyməti 1-dir, x-in qiyməti 2-dir. Bu elədir 0,5. Növbəti 2,5-i 4-ə bölürük, çünki x-dir. Bu da 0,625-dir. Sonuncu y-i x-a bölüb 5-dir. X-in də qiyməti 2 olduğuna görə bunda cavabı 2,5-dir. Göründüyü kimi hər birində müxtəlif ədədlər alındı. Buna görə də biz görürük ki, bu düz mütənasiblik deyil. İkinci cədvələ baxaq. İkinci cədvəldə yenə düz mütənasiblik düsturundan istifadə edərək k bərabərdir, y bölünsün, x-dan istifadə edirik. -3-ü -1-ə bölürük. 6-nı 2-yə bölürük. 7,5-i 2,5-ə bölürük. Və sonda 9-u 3-ə bölürük. Göründüyü kimi hər birində eyni ədəd alındı. Burada da var 3. Buna görə də bu düz mütənasiblik asıllıq olacaq. Yəni düz mütənasiblik asıllıq odur ki, y-i x-a böləndə hər birinin qiyməti eyni alınsın. O zaman düz mütənasiblik olacaq. Düsturu da qeyd etdik ki, k bərabərdir, y bölünsün, x-dan istifadə etməliyik. Növbəti tapşırıq sadələşdirin. Burada mötərizənin açılmasından istifadə etməliyik. Bunun üçün mənfi müsbət ədədləri də çox yaxşı bilməliyik. Qeyd edək ki, mötərizənin açılmasında onun izahını vermişdim ki, mötərizənin xaricində mənfi olarsa, daxilindəki işarələr dəyişir. Müsbət olarsa, daxilindəki işarə dəyişməyəcək. Bunu gəlin misalda tətbiq edək. Mötərizənin xaricində mənfi olduğuna görə A-nın işarəsi də müsbətdir. Mənfi bunun işarəsini dəyişdi, oldu mənfi A. Burada da mötərizənin xaricində yenə mənfidir. Daxilindəki işarə B mənfidir. Amma işarə dəyişdiyinə görə müsbət B alınacaq. Digərində isə müsbət 2-dir. Dedik ki, mötərizənin xaricində müsbət olarkən daxilindəki işarə dəyişmir. 2-ni A-ya vururuq, olur 2A. 2-ni də 3B-yə vururuq, olur 6B. Və hesab mərhələsinə keçirik. Göründüyü kimi A-lar da burada hər birində var. B-lər də hər birində var. Fərqləndirmək üçün bunları qeyd elədim. Mənfi A üstə gələ 2A bu eləyir A. B ilə də 6B-ni toplayanda eləyir 7B. Deməli, A üstə gələ 7B alınır. Keçək 3-cü tapşırığa. 3-cü tapşırıqda gördüyümüz kimi tənlikdir. Bu tənliyi həll etmək üçün çarpaz yolla istifadə edirik. Çarpaz nədir? Bax, sanki x-dir. Yəni, bax, bu sürətdəki 2x çıxsın, onu 5 ədədinə vururuq. 4-ü də 16 ədədinə vurmalıyıq. Gəlin bunu tənlikdə göstərək. 5-i vuranda 2x çıxsın, ona mötərizəyə alırıq ki, hər birisinə aiddir. 16-nı da 4-ə vururuq. 5-i vurduqda mötərizənin açılmasına istifadə edirik. 5-i 2x-a, daha sonra -10-a vururuq. İşarələri nəzərə alaraq cavabı yazırıq. 12 çıxılsın 50. 16-nı 4-ə vuranda 64. 12-i olduğu kimi köçürürük aşağı. -50-nin bərabərliyin sağ tərəfinə keçirəndə işarəni dəyişib gətiririk. Bu zaman toplayırıq 114. 10-la x-in arasında
görülməyən vurma var. Ona görə vuruq hasil komponentindən istifadə edərək burada məhsulu tapmaq üçün hasili digər məlum vuruğa bölürük. 114-ü 10-a böləndə 11,4 elədi. Keçirik 4-cü tapşırığı. 4-cü tapşırıq məsələ həllidir. Kvadrat formalı zərfin bir üzünün sahəsi 400 kvadrat santimetrdir. Bu zərfə yerləşən diskin sahəsi ən çox neçə kvadrat santimetr ola bilər? P-nin də qiymətini qeyd edib. Bunun üçün ilk öncə bilmək lazımdır ki, kvadratın sahəsinin düsturu nəyə bərabərdir? S bərabərdir A kvadratına. Və burada gördüyümüz kimi kvadratın sahəsini şərtdə verib məsələdə. 400 kvadrat santimetrdir. Tərəfin tapmaq üçün yazırıq. A kvadratı bərabərdir 400, A 20-yə bərabərdir. Yəni 400 alınması üçün hansı eyni ədədi bir-birinə vuranda 400 edir. Bu yolla tapmaq olar. A bərabərdir 20. Deməli biz tapdıq ki, kvadratın tərəfi 20 imiş. Bilirsiniz ki, kvadratın hər bir tərəfi bərabərdir. Ona görə bütün tərəfi 20 olacaq. Daha sonra deyir ki, bu zərfə yerləşən diskin sahəsi. Biz deməli bu zərf, hansı ki disk formalıdır, bunu kvadratın daxilinə yerləşdirməliyik. Yerləşdirəndə elə etməliyik ki, bunun tərəfi dairənin, yəni bu diskin tərəfinə toxunmalıdır hər bir tərəfi. Burada deməli ortadan diametr çəkirik. Diametrin mərkəzi bilirik 10 nöqtəsidir. Bunları 2 yerə böləndə bilirik ki, mərkəzdən çevrəyə qədər və ya dairəyə qədər olan hissə nədir? Radiusdur. Burada da mərkəzdən dairənin bu hər hansı bir nöqtəsinə qədər olan məsafə radius adlanır. Yəni 20 olarsa ümumi uzunluq, yadınızdadırsa diametr 2 yerə bərabərdir. Yəni radiusu tapmaq üçün diametri yarıya bölürük. Yəni 20 idisə yarıya bölürük 10 və 10 alırıq. Dairənin sahəsi də pi kvadratı olduğuna görə pi-ni də verib, radiusu da tapdıq 10. 3 vur, radiusun kvadratı. Yəni r üstü 2 nə deməkdir? R-i öz-özünə vurmaq. Yəni 10-u 10-a vurmaqdır. 3 vurulsun 100, bu eləyir 300 kvadrat santimetr. Bu qədər.